hormonlarımız əhval-ruhiyyəmizə necə təsir edir? Son zamanlar pasientlərin ən çox verdiyi şikayətlərdən biri də doktor, mən pozitiv ola bilmirəm, mən həyatdan zövq ala bilmirəm, niyə davamlı olaraq halsızam, yorğunam demələri olur. Öncə deyim ki, hər zaman dediyim sözün üzərindəyəm. Orqanizmi həm sinir sistemi, həm də humoral sistemi idarə edir və əhvalımıza təsir edən hormonlardan isə qısa olaraq kortizol və serotonindən danışacağam. Kortizol orqanizmin stressə qarşı müqavimətini, onun qaç, toparlan, mübarizə apar funksiyasını yerinə yetirirsə, serotonin isə əksinə hüzur, rahatlıq, xoşbəxtlik duyğusunu verir və bu hormonal disbalans yaranarsa bunlar arasında bu zaman davamlı olaraq yorğunluq, halsızlıq, xoşbəxt olmamaq kimi hisslər insanda meydana çıxmış olur. Ona görə də davamlı olaraq sağlam qidalanaraq, yuxu rejimimizə nəzarət edərək, fiziki aktiv olaraq biz hormonlarımıza bir yöndən müsbət təsir göstərmiş olacağıq və bildiyiniz kimi serotonin təkcə beyində yox, həm də bağırsaqlarda sintez olunduğundan bağırsaq dostu qidaların, yəni liflərlə zəngin qidaların menümüzə daxil olunması orqanizmin daha çox serotonin ifrazını həyata keçirməsi üçün yardım olacaqdır. Ona görə də hər zaman dediyim kimi ilk dörtlüyə əməl edərək özünüzə yaxşı baxın, hormonal balansınızı normal saxlayın. Sağ olun.